Değerli dostlar, xoş gördük sizləri. Yəqin ki, baxın, bu əraziləri tanıyırıq. Heydər Əliyev prospekti. Bu prospekt yoldan hardasa 100-200 metr məsafədə Kupçalı evimiz tam dolu əşyalı formada satılır. Bugünkü gündə sahibi gəldik, çatdıq, baxın, sözü gedən həmən evə. Hər şeyi izah eləyəcəm video daxilində. Videoya sona qədər baxın. Mülk sahibi hal-hazırda burada yaşamır. Xarici ölkədə, Rusiyada yaşayır. Bu evi uzun illər öncə alınandan bəri də yalnız bu ev icarədə olub. Aylıq sahibinə 350 manat, 400 manat gəlir gətirib bu vaxta kimi. Hal-hazırda sahibinin məqsədi satmaqdır. Xırda para kosmetik xərclər var, divar kağızlarına ehtiyac var. Təbii ki, qalan bütün əşyalar qalır. Görünən bütün əşyalar qalır, heç nə götürülmür. Kondisner, kombi, hər bir şərait var, elektronika və mebel daxil hər şey qalır. Əsas giriş qapısından tanış olaq, bilək ki, söhbət nədən gedir. Qarşıda gördüyümüz əsas giriş qapısıdır. Əsas qapıdan baxın, evə daxil olduq. İkinci mərtəbəyə qalxan pilləkənlərdir. Birinci mərtəbənin dəhliz sahəsidir. Baxın, bu formada. İlk öncə zirzəmi hissəsi ilə tanış olaq. Baxın, artıq burada betonun qalınlığından evin hansı keyfiyyətdə inşa olunmağını gözlə görərək anlamaq mümkündür. Məncə, tam olaraq şəxsi tikili bir mülkdür. Baxın, betonun burada əlavə yay mətbəxi nəzərdə tutulub. Tam ətraflı real alan dostlarımız gələndə artıq tanış olarıq. Keçək ikinci mərtəbəyə, yaşayış sahələri ilə tanış olaq. Keçək, öndən keçək, ikinci mərtəbəyə doğru hərəkət eləyək. Qiymət 79.500 manatdır. 79.500 manat. Demək, burada evin mətbəx sahəsidir, geniş bir mətbəx sahəsi var, geniş, işıqlı bir mətbəx sahəsidir. Pilləkəndən qalxdıqda, baxın, pilləkəndən qalxdıq, ilk soldakı qapı ilə tanış olaq. Solda evin yataq otağıdır. Geniş həcmdə yataq otağıdır. Xırdalan şəhərində yerləşir. Heydər Əliyev prospektinə çox yaxın bir məsafədədir bura. Heydər Əliyev prospektindən 100-200 metr məsafədə Kupçalı mülk satılır. Burada uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Qiymət 79.500 manat. Burada sanitar qovşaqdır. Yerləşdiyi yerdə qaz, su, işıq, bütün kommunallar fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub hərəkət edək. Evin həyətyanı sahəsi ilə də tanış olaq. Videonu yekunlaşdıraq. Bu evin həyəti olmasa da özünə məxsus maşın saxlamaq üçün yeri mövcuddur. Əslində sənədlərdə də bu evin həyətyanı sahəsi kimi, baxın, demək, həyətyanı sahəsi kimi gedir. Baxın, evin fasad görünüşü uzaqdan, baxın, bu yer bu evə məxsusdur. Sənəddə də qeyd olunub, ev sahibi hasara almıb, sadəcə olaraq hal-hazırda maşın saxlamaq üçün istifadə edir. Baxın, evin xarici görünüşü ilə tanış oluruq hal-hazırda. Şəxsi bir mülk axtaranlar əlaqə saxlasın. Qiymət 79.500 manat. Sağ olun, salamat qalın.